Əbədi nura eşq olsun. Amin. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər və əzizlərim. Var olasınız. Növbəti söhbətimizə başlayıram. Bilirsiniz ki, bu tədrisə aiddir. Bu söhbətlər olduqca vacibdir. Mən bacardığım qədər sizi məlumatlandırıram və bunu özümə borc bilirəm ki, bizləri düşündürən bəzi suallara cavab tapaq və çox vacib olanlar var ki, onlardan səhih məlumat alaq, mənimsəyək. Bu bizim dünyaya baxışımızı həm nizamlayır, həm də bizi kamilliyə sövq edir. Körtəbii halda olanlara münasibət bəsləmək, haqsevərin düşüncələrinə uyğun olmamalıdır. Biz hər bir sözə, söhbətə ayıq başla yanaşmalıyıq. Həm məlumatlanmalıyıq, təlimatlanmalıyıq və bu əsaslarla da formalaşmalıyıq. Əvvəlcə başlayıram kəlamlardan, hansı ki, o kəlamlar dahilər tərəfindən deyilmişdi və eləcə də qələmə alınmışdı ki, biz ondan bəhrələnirik. Sonra keçəcəyəm suallara, hansı ki, sizlərə ünvanlayıram onu və bəzi fikirlərim də var ki, sizləri onlarla tanış etməliyəm. Etibar bəy ünvanlayıb bu kəlamları, təşəkkür edirəm ona. Şeyx Mahmud Şəbüstəridən. Birinci belədir. Zahiri gözlə baxan surəti, batini gözlə baxan sirləri görür. Zahiri göz deyəndə, bax, bizim bu gözlərimizdir ki, maddi həyatda varıq və maddi olanları da bu gözlə görürük. Bu bizim zahiri gözümüzdür. Batini gözümüzdə vardır ki, mən ona ağlın gözü deyirəm. Eyni zamanda da bunu belə adlandırırlar ki, bəsirət gözü. Biz surəti görürük. Gördüklərimizin görünüşünü bu gözlərimizlə qəbul edirik. Eyni zamanda da insanların surətini həm görürük, həm başqalarından fərqləndiririk, seçirik. Ancaq bu gözlərlə sirləri görə bilmərik. Ağlın gözü sirləri faş edir. Yəni, ağıl tərəzindən keçirir, müqayisələndirir və o təsdiqləyici, əsaslı fikirlərlə də yəqinlik hasil edir. Sirlər belə aşkarlanır. Mənəvi olan, görünməyən nələrsə varsa, o maddi əksi ilə tarazlıq tapanda qəbul olunur. O sirlər aşkarlanır və öz sirliliyini də itirir. Bununla da insanlar müəyyən mənada məlumatlanırlar, sirlərdən aşkar olurlar, agah olurlar. Yəni, sirlərdən agah olmağın əsas önəmi nədədir? İnsan sirləri bildikcə həyatın möhtəşəmliyini və bu dünyanı yaradanın qüdrətli olduğunu anlayır və öz məsuliyyətini artırır ki, onun bu dünyada bir müstəsna yeri vardır, o cavabdehlik daşıyır. Bu cavabdehlik də nizam düzüm üçündür ki, həyat öz ahəngini itirməsin. Bu böyük şərtdir. Amma biz həyata o qədər
meyllənmişik, təsirinə düşmüşük ki, elə bir mənalı olaraq bu bizim həyatımızdır, taleyimizdir, ömür yolumuzdur və o palaca bürünüb ellə də sürünməliyik, belə yaşamalıyıq. Düzdür, ellə bir yerdə yaşamalıyıq. Ancaq elə vacib işlər var ki, onları tam mənasıyla dərk etməyənlər həyat yolunu azır və lazımı dərəcədə formalaşmır. Bu da insanlıqdan sapmağa gətirir, çıxardır. Yəni insanlıq itərsə, həyat nizamı pozular və narahatlıqlar baş verər. Necə ki, indi bu kimi hallarla üzləşməkdəyik. Sonra ikinci bir kəlamdır ki, deyir, özünü tanıyan Rəbbini tanıyar, yəni Allahını tanıyar. Bəli, biz özümüzü dərk etməliyik ki, həyat sirlərindən agah olaq, Allahımızın varlığını olduğu kimi başa düşək ki, nə deməkdir bu məfhum, nə deməkdir bu gedişat, niyə biz varıq həyatda, niyə yaşayırıq? Bütün bunların hamısını incəliyi ilə bilsək, demək olar ki, zaman-zaman kamilləşərik. Və mən də dinlə elmin vəhdəti barədə demək olar müqəddiməsini etmişəm bundan əvvəlki çıxışımda. İndi də davamı olaraq söhbət edəcəyəm ki, nə qədər antagonist olsa da dinlə elm bəzi insanların nəzərində onların bir vəhdəti vardır. Onların gözəlliyini biz bilməliyik. Bir mənalı olaraq nə elmə, nə bir mənalı olaraq dinə önəm verməməliyik. Hər ikisinin tarazlığını yaratmağı bacarmalıyıq. Bu da məlumatsız halda yəni meydana gələ bilməz. Ona görə də bir çox xırdalıqlara mən zaman-zaman istinad edəcəyəm, sizləri məlumatlandıracağam. Biliyinizin üstünə biraz da bilik əlavə olunacaq və onda həyatın nə dərəcədə möhtəşəm olduğunu hamımız biləcəyik və həyata məhəbbətlə yanaşacağıq. İtmiş o dəyərlər ki var, onların bərpasına çalışıb inşallah mütləq də nail olacağıq. Biz özümüzün varlığımıza hörmətli olmalıyıq. Bilməliyik ki, biz kimik? Nə üçün varıq bu həyatda? Niyə belə deyək də, fövqətəbii qüvvələr barədə söhbətlər gedir, Allahımızın qüdrətindən danışılır, bu haqda dini kitablar vardır, bu din nə zaman meydana gəlib, hansı amillərdən üzə çıxıb, onun üzdə olanları da vardır, ancaq o bilinməyən tərəflərini də mən sizə izah edəcəm. Zaman-zaman bir dəfəyə onun hamısını mənimsəmək, yəni ki, çətin məsələdir, ancaq hissə-hissə məlumatlandıqca o sadədən mürəkkəbə doğru biz müəyyən fikirlərlə məlumatlanacağıq. İnsan özünün kim olduğunu bilərsə, Allahımızın varlığını da dərk edəcəkdir. Mən həmişə deyirəm, insan öz kiçikliyini qəbul etməyi bacarmalıdır, onda Allahın böyüklüyünü dərk edəcəkdir. Amma Allahın böyüklüyünü dərk etmək özünün də böyüklüyünü anlamağa kömək edir. Çünki ali və adi məqam arasında bir yer dəyişmə vardır, bir gedişat vardır. Bu barədə deyərdim ki, söhbətlər ümumi şəkildə getsə də pərakəndə halda, amma nizamlı halda məlumatlar olmuyor. Elə nələri oxumuşuqsa, eşitmişiksə bununla da qane olmuşuq və belə də qənaətdəyik. Bu isə bir növ yarımçıqlıqdır. Tam mənası ilə bu kimi fikirləri biz bilməliyik. Mən bacardığım qədər bu işdə sizlərə köməklik edəcəyim. Necə ki, sizlər mənə köməklik edirsiniz. Sizlərin suallara verdiyiniz cavablar çox ürəyimcədir. Hamınızdan da razıyam və getdikcə mən inanıram ki,
daha təkmil formada fikirlər söyləyəcəksiniz. Bu bizim əqli inkişafımıza bir təkan verir. Özdə mən görürəm ki, yeniyetmələr də çox həvəslə sualları gözləyirlər ki, ona cavab versinlər. Elə bil ki, sanki bir rəqabət yaranır, bir yarışma yaranır ki, heç kəs geridə qalmaq istəmir. Elə bu mənada da mənim fikrimi bilmək önəmlidir hər bir kəs üçün ki, mən necə fikir söyləyirəm. Mən də onu deyirəm ki, yazdıqlarınızın hamısı gözəldir, yaxşıdır, qənaətbəxşdir. Və yadımdaykən onu da deyim ki, hörmətli mənəvi oğlum Etibar bəy, siz məndən cavab gözləyirdiniz. Mən dünən çıxış yükləmədim YouTube-a. Bilirsiniz ki, artıq bazar günlərini özüm üçün biraz, necə deyim, istirahət günü kimi qəbul etmişəm. Amma buna baxmayaraq mənim istirahətim elə işləməkdir. Həmişə deyirlər, bir balaca dincini al da, yorğunluğun çıxsın. Deyirəm, hə, işləyə-işləyə dincəlirəm. İşləmək mənim yorğunluğumu aradan götürür. Əsasən, vaxt darlığı vardır. Ona görə mən bazar gününü istirahət günü kimi götürmüşəm. Bütün bu kimi fikirləri cəmləşdirmək, yazmaq, yəni toplamaq vaxt tələb edəndir. İstər, istəməz. Elə adicə sizin şərhləri oxuyanda nə qədər mən vaxt sərf eləyirəm və sonra da özümün yazacağım nələr varsa onları ümumiləşdirirəm, istiqamətləndirirəm. Bu da vaxt tələb edəndir. Bir dəfə Zeynəb Xanlarova Gəncədə konsert verəndə dedi, çox sağ olun, çox razıyam, amma mikrofondan narazıyam. Yəni mikrofon yaxşı mikrofon deyildi. O da o effekti bilən adam idi. Gördü ki, yox, istədiyi kimi alınmır. Mən də hamınızdan razıyam, ancaq vaxtdan narazıyam ki, vaxt deyərdim ki, sürətlənməyə ilə də, elə bil mənim də işimə biraz əngəl törədir. Və deyilənə görə 24 saat bir sutka hesablanırsa, indi o 17-18 saat miqdarına gəlib. Çünki yerin fırlanma oxu, belə fırlanma sürəti artıb və hamı da deyir bunu ki, zaman tez keçir. Bu da bir doğruluqdur, düzgünlükdür. Eyb etməz, çalışacaq ki, yəni ki, öhdəsindən gələk. O əvəzləmələr ki var idi, Etibar bəy sual ünvanlamışdı ki, mən cavab verim. Hamısı doğrudur. Və hamısını bir daha yoxladım, yazdım və sonra yoxlanış etdim. Gördüm ki, düz yazıbsınız. Allah razı olsun sizdən, çalışırsınız. Yəni ki, bu işə köməklik göstərirsiniz. Növbəti o cümləni oxumaq istəyirəm, hansı ki, iqtibas gətirilib Şeyx Mahmud Şəbüstəridən. Etibar bəy də ünvanlayıb onu, şərhində qeyd etmişdi. Mən də onların hamısını bilirsiniz, köçürürəm. Deyilir ki, elm səni qürura aparırsa, o elm deyil, yükdür. Bəli. Müəyyən insanlar var ki, cılız elmi ilə təkəbbürlük edir. Qürurlanır. Qürurun bir mənası müsbətdir, bu mənası mənfi haldır. Mən də işlədirəm bu sözü, qeyriləri də ki, yəni, ey gənclər, mən sizdən qürur duyuram. Hər hansı bir işinizdən razı qalanda. Biri də var, qürurlanırsan, o təkəbbürdür, o lovğalıqdır. Və kiməsə özünü göstərmək üçün elmi ilə o qürurlananlar varsa, onlar düzgün fikirdə deyirlər. Burada da deyilir ki, o səni qürura aparırsa ki, vaxtı gələcək ki, sən təkəbbürcəsinə, öz elminlə, belə deyim də, özünü göstərəcəksən, nümayiş etdirəcəksən və yaxud da ki, danışacaqsan, özünü böyük alim hesab edəcəksən, o elm deyil, o bir yükdür. Biri var, elmli olasan, biri var, məlumatlı olasan. Bilikli adamla bilgili adam fərqlidir. Bilikli adam
həm nəzəri cəhətdən, həm əməli cəhətdən qabiliyyətli olur. Və eyni zamanda da təvazökar alimlər var ki, onlar bəli, əsl bilik yiyəsidirlər, bilik sahibidirlər, elmlidirlər. O insanlar ki, məqsədli olaraq öyrənirlər və eləcə də o elmi ziyanlı işlərə yönəldirlərsə, bu barədə hər hansı bir səbəblə çalışırlarsa, o insanlıqdan deyil. Və belə çalışan alimlər də çoxdur, hansı ki, hegemonluq naminə qırğın silahlarında, onların hazırlanmasında da aparıcı rol oynayırlar. Onun istehsalına elə bil ki, qüvvət verirlər. Yeni kəşflərlə daha da təkmilləşdirirlər. Vicdanı saf olan insanlar, vicdan safdır. El təbirincə deyirəm bunu. Yəni vicdanı önəmli bilənlər o işlərə qarışmırlar. Bax, bir misal deyim sizə. Keçən dəfə mən akademik Fuad Qasımzadənin adını çəkdim. Onu bizi tanış eləyən bir yaxın ailə var idi ki, onların deyərdim ki, o insanın qardaşı qızının yoldaşı idi. Gəlmişdi onlara, məni də dəvət elədilər. Onunla biz 3 saata yaxın söhbət etdik. Hansı ki, ruhu şad olsun. Çox sadə insan idi. Heç deməzdin ki, bu akademikdir. Danışığı, davranışı olduqca insani təsir bağışlayırdı və elə də var idi. O dedi ki, mən bir kəşf etmişdim. Sovetlər vaxtı idi də, elə bil ki, bu o kəşfini bir növ həm müdafiə etmişdi, həm nümayiş etdirmişdi ki, belə bir yeni kəşf edibdi. Hansı ki, yerin, suxurların o çat olan hissələri ki var, elə bil ki, indi hansı tədqiqat üçün onu yaratmışdı deyə bilmərəm, yadımdan çıxıbdı. Müdafiə eləmişdi və o kəşfini də elə bil ki, necə deyim, əlindən almışdılar, belə deyək. Niyə? Çünki süni zəlzələ yaratmaq üçün onun kəşfindən istifadə etmişdilər. Deyir, mən çox peşman oldum ki, mən gərək heç onu bildirməyəydim ki, süni zəlzələ yaratmaq üçün mənim kəşfimdən yararlanacaqlar, istifadə edəcəklər. Bax, o vicdanlı insan idi. Özdə qeyri-adiliyi var idi. Yəni qeyri-adiliyi nə idi? Hətta televizorda da onun çıxışları olub. Bir dəfə təsadüf elədim. Televizorda söhbət edirdi. Ondan müsahibə yox, elə o haqda veriliş hazırlamışdılar ki, yəni yad planetlilərlə onun təması var idi. Bax, bu barədə fikirlər söyləyirdi və mən inanıram onun qeyri-adiliyinə. Artıq o öz dünyasında ömrünü davam etdirir, ruhu şad olsun. Bax, ona görə deyirəm ki, bu şeylərlə qürurlanmaq olmaz. Əvvəla sadə insan özünü borclu sayır. Nə qədər bilirsə, onu insanların nəzərinə çatdırır ki, onlar da yararlansınlar və xeyirxah məqsədlərə o elmdən istifadə eləsinlər. Bu baxımdan da görürsünüz, müşəbbüsləri necə gözəl bir fikir verir ki, elm səni qürura aparırsa, o elm deyil, yükdür. Sonra Etibar bəyin ünvanladığıdır. Bu da Əttar Nişapur. O dahinin sözündən iqtibas gətirək. Deyir ki, həqiqət yolunda dost az, yol uzun, amma son nurdur. Həqiqət yolu haqq yoludur. Müqəddəs yoldur. Ona görə dost az olur ki, bu kimi fikirlərlə həmrəy olanlar az insanlar olur. Elə götürək, mənim özümü tutaq ki, mən haqq yoluna üz tutmuşam, aldığım müəyyən fikirlər əsasında söhbətlər edirəm, amma buna baxmayaraq
doğmalarımda yaxınlarım, qohumlarım, əzizlərim, tanışlarım, dostlarım deyərdim ki, önəm verməyiblər, maraqlanmayıblar və bir çox insanlar hətta bu fikirlərimə görə yeri gələndə məndən uzaq qaçıblar. Bu da olubdu. Ona görə də bu həqiqət yolunda dost az olur. O kəslər sənə dost olur ki, onlar müəyyən mənada yaddılar, amma həmfikir olduqlarına görə sənə rəğbətlə yanaşırlar. Bu gətirir dostluğa, doğmalığa çıxardır. Az olsalar da onlar bir-birlərinə sadiq olurlar. Necə ki, bizim ailə üzvlərimiz, haqsevərlər, bəziləri deyək ki, mənimlə, qeyrisi ilə yaddırlar, amma indi elə bir mövqedədirlər ki, doğmadan doğmaya çevriliblər. Özünüz də görürsünüz də ki, müəyyən mənada say etibarı ilə haqsevərlər o qədər də çox deyirlər. Yol uzundur. Niyə uzundur yol? Çünki keşməkeşlidir. Asanlıqla qət eləmək olmur haqq yolunu. Və maniyələrə rast gəlirsən hər məqamda. O maniyələr nədir? Sənin haqq fikrinə verilməyən qiymətdir, önəmli bilməməkdir, narazı qalmaqdır. Sanki elə bir müqavimətə rast gəlirsən. Haqq fikri ilə nahaq fikir üzbəyüz gəlir. Nahaq fikir nədir? Nahaq fikir mənfi ruhlarla qəbul olunandır. Müsbət fikir, haqlı fikir ali məqamdan gələn nurların ruha çevrilərək cana daxil olmasıdır və bir də fərqli halda müsbətin mənfi tərəfi olan mənfi ruhlar da qəbul olunur da canda, ikisinin vəhdəti yaranır. Sağlam fikirlə qeyri-sağlam fikir burada sintez olunur. O baxır insanın dərrakəsinin mükəmməlliyindən. Əgər dərrakə mükəmməldirsə, onu bir qanuni çərçivəyə salır, mənfi ilə müsbətin elə belə götürək də, mənfinin də müsbət hallarını müsbət fikirlərlə uzlaşdırır, həm o cür danışır, həm o cür münasibət göstərir, elə də davranır və yaxşı insan kimi də tanınır. Yox, əgər ağıl hisslərin təsirinə düşürsə, yəni mənfi ruhun daşıdığı fikirlərlə hesablaşırsa, demək o mənfi fikir, müsbət fikri müəyyən qədər kənara itələyir. Yəni o müstəqil şuuru ilə insan mənfiyə önəm verir. Mənfiyə önəm verəndə istər-istəməz bu onun öz davranışında özünü biruzə verir. İnsan yanlış addım atır, yanlış söz danışır, doğru düzgün mövqe tutmur, bədlik edir və beləliklə də müəyyən işlərində narazılıq meydana gəlir, o adamı yaxşı insan kimi qəbul etmirlər və onun pisliyindən narazı qalırlar. Elə insan var ki, yaxşı bir sənətkardır, yaxşı bir alimdir, ancaq mənəvi cəhətdən zəif olduğundan o yaxşı insan kimi qəbul olunmur. Elə məşhurlar var ki, sevdiyimiz, deyək ki, aktyorlardır və yaxud da ki, tanıdığımız insanlardır. Onları tanıyanlar deyirlər ki, çox ağır xasiyyətə malikdirlər. Heç də yaxşı insan deyirlər. Amma sənətkar kimi sənətkardır, alim kimi alimdir. Yəni, bax, burada o yolun uzun olması bu kimi amillərlə deyərdim ki, uzun görsənir. Bax, elə belə bir fikir deyəndə, hər hansı bir iş olub, deyək ki, mən öz qabiliyyətimlə ona nail olmuşam və tez bir zamanda da deyək ki, mənim imkanlı olmağıma köməklik göstərib və əgər belə davam edərsə də, necə deyim,
varlı insanlardan biri olardım. Ancaq bu həyatda olan bəzi işlər var ki, həyat sınaqlarıdır, keşməkeşlərdir. Bütün onların hamısı ilə rastlaşmışam bu mənada ki, elə bil mənim müsbət fikirlərimlə həmin o mənfi təsir amilləri qarşı-qarşıya gəlib və maneçilik olub. Mən öz düşüncəmlə, qabiliyyətimlə istədiyim zirvəyə çata bilməmişəm. Amma nəyə önəm vermişəm? Önəm vermişəm haqq işinə və bu işdə də heç də səhv etməmişəm. Orada bir iddia var idi, orada bir istək var idi, orada bir gözlənti var idi maddi baxımdan. Amma burada iddia yoxdur. Burada təmənnasız, iddiasız xidmət etmə var ki, mən artıq haqq fikrimin müdafiəsində durmağa başlamışam ki, oyanış vaxtından indiki vaxta qədər 32 il keçir. 32 il keçib, ancaq mən o istədiyim məqama hələ də çata bilmirəm. Bu yolda dönməz olaraq mətin addımlarla gedirəm irəli. Yol uzandıqca uzanır. Amma nə qədər uzun yol olur olsun, o nəticəyə gedib mütləq çatırsan. Çünki səbəb var, onun nəticəsi də var. O səbəbə çatana qədər də keşməkeşlərdən keçməli olursan. Həyat yollarında da belədir. O bəzi insanlar öz mənəviyyatı ilə, savadı ilə, qabiliyyəti ilə sayılırlar, seçilirlər, amma arzuladığı nəticəyə gedib çata bilmirlər. Elə insanlar var ki, o dərəcədə dərin biliyi yoxdur, qabiliyyəti yoxdur. Deyirlər ki, onun bir şansı vardır. Bu da bir məfhumdur da. İnsanlar fikirləşib, onun da görünməz tərəfləri vardır ki, qısa bir zamanda var halları başdan aşır. Hətta elə olur ki, pulunun sayını da bilmir. O qədər imkana malik olur. Nəhayəti nədir? Nəhayəti ona uzun görünən yolun sonudur ki, o ölüm məqamıdır. Gəlib ora çatanda bütün əldə etdiklərini təhvil verməli olur. Amma mənəvi baxımdan yaxşı nəyi deyək ki, qavrayıbsa, mənimsəyibsə və həyata keçiribsə, elə bil ki, o yaxşı, pis əməlləri ölçülür, hansı kəsirdə qalırsa, deyək ki, yaxşı əməli çoxdur, pis əməli müəyyən qədər azdır ondan. O pis qədər yaxşını elə bil ki, qoyurlar kənara, sənin o qabiliyyətinə görə, düşüncənə görə, xoş əməllərinə görə də sən həyatını layiq olduğun bir, belə deyək də, həyat tərzində yaşayırsan, davam edirsən həyatına. Çünki bu həyat, belə götürək, əbədidir. Amma pis əməllərin, yaxşı əməllərindən çoxdursa, yenə də yaxşılığına müqabil pis əməllərin tarazlaşdırılır, deyək, qoyulur. Elə deyirəm ki, bu başa düşülən olsun. Sənin o pis əməlinə görə həyatın ona uyğun olaraq formalaşır. Sən o pis əməllərinlə elə bil ki, ömrünü davam etdirirsən. Əgər bunu başa düşərsənsə, yenidən yaxşıya önəm verərsən, islah olunaraq haqq yoluna üst tutarsan. Yox, əgər yenə də davam etməz, yəni ki, belə düşünməzsənsə, səhv üstündən səhv verərsənsə, ona cəhənnəm yolu deyirlər. O nahaq yolla sən nəhayətdə gedib o elə cəhənnəmin sakini olacaqsan ayılana qədər, oyanana qədər. Bax, belə hallar vardır. Amma burada deyilir ki, görürsünüzmü, şərəfli yoldur. Deyir, yol uzun. Keşməkeşlərdən keçirsən, həyat sınaqlarından keçirsən. Amma sonu nurdur. Necə ki, mən söhbətlərimdə deyirəm, biz Allahın nuru ilə qidalanmalıyıq. Yəni, Allahdan gələn fikirləri əxz eləməliyik və əməllərimizdə onu təsdiqləməliyik, göstərməliyik ki, zaman-zaman ruhumuz nura çevrilsin. Nura çevrilənlər, yəni ki, belə deyək də, nura qovuşur. Haqqa, həqiqətə, Allahımıza qovuşur. İndi mən nəyə görə əsas söhbətimi
din və elm üzərində qurmuşam ki, onların vəhdəti olan helmi göstərim, izahlandırım ki, bu kimi söhbətlərə ağılla yanaşaq. O deyimləri, inkarları qoyaq bir kənara və mən hamısını mərhələ-mərhələ nəzərinizə çatdıracağam ki, siz həyat anlayışından bəhrələnəsiniz, tam mənası ilə onu əxz edəsiniz. Buna həyat fəlsəfəsi deyirəm mən. Həyatın nəzəri, deyərdim ki, canıdır, varlığıdır, cövhəridir. Təkcə maddiyyata əsas götürməklə biz gəlib belə yanlışlığa çıxmışıq. İnşallah bu söhbətimiz olacaqdır belə. İkinci cümlə belədir. Qəlb təmizlənmədən həqiqət oraya enməz. Yəni, biz hissə də malikik, ağla da malikik və alidən gələn fikirləri də, qeyri-adidən gələn fikirləri də qəlbimizlə qəbul edirik. Ağıl onu analiz edir, nizamlayır. Niyə qəlbimiz qəbul edir? Çünki hər iki enerjini cəzb etmə qüvvəsi ilə ürək qan damar sistemi həyata keçirir. Qan dövr edir. Ürək bir nasos kimi onu dövr etdirir. Amma insanın, deyərdim ki, qaz halı, ruhu olduğu kimi mayi halda ürək qan damar sistemidir ki, o fikirləri, o enerjini qəbul edən, o dövr edən qandır ki, cəzb etmə qüvvəsi ilə qəbul edir. Əmr edici orqanda, yəni ki, nizamlayan beyindir. Beynin gücündən asılıdır ki, o qəbul olunan enerjiləri müəyyən proporsiyalarla bədəndə lazım olan yerlərə istiqamətləndirir. Və beləliklə də biz yaşayırıq, həyatda varıq. Amma ağla önəm verməyəndə və yaxud da ki, ağlın kamil olması üçün çalışmayanda ağıl hissin qarşısında aciz qalır və hisslərlə də insan o aldığı enerjini lüzumsuz işlərə sərf edir və getdikcə də o ifrata varma baş verir, miqdar artır, sən yanlış əməllər sahibi olursan. Ona görə deyilir ki, ağıldan normal olmalıdır, qəlb də təmiz olmalıdır. Qəlb təmiz olanda ali varlıqdan gələn fikri insan ürəyi ilə qəbul edir. Yəni ki, haqdan gələn fikirlər natəmiz yerə qədəm qoymur. Qəlb təmiz olmalıdır ki, o ali fikirlərin daha mükəmməllərini qəbul edə biləsən. Çünki pak ruhlardır onlar. Nurun ruha çevrilmiş halıdır, pakdılar. Bizim yaşamağımız üçün, belə deyək də, onlar haqq işi uğrunda özlərini fəda edirlər. Haqqa xidmət göstərirlər və beləliklə də əgər ürək təmiz deyilsə, niyyət saf ola bilməz və həqiqət də oraya daxil olmaz. Allahımız sevdiklərinə nur payı bəxş edir. Nur payını qəbul etməyənlər, hissə qapılanlar inkişaf edə bilməz. Allahımız məhəbbəti ilə, sevgisi ilə o fikirləri qəbul edənləri inkişaf etdirir. Qəbul etməyənlər isə mərhəməti ilə, səbri ilə gözləyir ki, başa düşəndə bu fikirləri qəbul edəcək. Qəbul etməyənə o fikri, onun da miqdarı var, onun da zaman müddəti var. Aşılayırlar, elə ki, qəbul etmirsən, artıq sənə o fikirlər deyək, lazımınca gəlmir. Çünki sən eşitmirsən. O sözə baxmayan uşağa 1 deyirsən, 2 deyirsən, 3 deyirsən, sonra onun xarakterini bilirsən ki, yox, buna bu söz kar eləməyəcəkdir, təsir eləməyəcək. Deyirsən ki, ona söz deməyin təsiri yoxdur, havayıdır. Yəni, müəyyən qədər evladındır, onu nəzərindən qoymursan, amma ona o hörmətlə yanaşmırsan. Bilirsən ki, sözün yerə düşəcək.
Onun başa düşdüyü dildə danışırsan, istiqamətləndirirsən xarakterinə uyğun. Bax, burada da belədir ki, həqiqət oraya enməz. Həqiqət təmiz qəlbə enir. Təmiz qəlbə həqiqət enəndə insan getdikcə aliləşir. Adi həyat tərzindən zaman-zaman uzaqlaşır və haqq yoluna üst tutur. O haqq yolu ilə addımladıqca inkişaf mərhələlərini addımlaya-addımlaya haqq dərgahına üst tutur, nəhayətdə haqqın özünə qovuşur. Sonra Şəms Təbrizidən müəyyən cümlələr ünvanlayıb çoxdur, ancaq mən müəyyən qədərini götürüb qeyd eləmişəm ki, fikrimi sizinlə bölüşdürüm. Deyilir ki, hər kəsin yükü görünməzdir. Hər kəsin yükü nədir? O mənəvi borc yüküdür. O məsuliyyət yüküdür. O görünmür, amma vardır axı. İnsanlar, insan adlananlar Allahımızı, ali varlıqları görmürlər. Ona görə inkar edirlər. Qəbul etmirlər. Bəs o yük də görünməzdir. Hansı yükdür o? Sən evladsan, sənin evladlıq borcun var. Ata-anana onu, belə deyək də, ödəməlisən, verməlisən. Yəni, onların xidmətində durmalısan. Və yaxud da ki, vətən borcu var. Xalqa olan borcun var, bəşərə olan borcun var, Allaha olan borcun var. O görünmür, o dərrakədədir. Sən bilirsən. Və yaxud da ki, dərrakən o qədər deyil, amma evladlarına qayğı göstərirsən. Onların o el dilində deyirlər, üstündə əsirsən ki, amanın bir günü də onlara heç nə olmasın. O gedirsən, bütün çox əziyyət çəkirsən onların təminatı üçün. Bu görünməyən borc yüküdür. Dərk etsən də, etməsən də Allahın qüdrətidir bu ki, sən o xoş məcburiyyətdir. Bu hisslərlə evladlarına və yaxud da ki, dostlarına, qohumlarına xidmət göstərirsən. Heyvan sandıqlarımız da görünməyən borc yükləri ilə balalarına xidmət göstərir. Və yaxud da ki, yiyəsinə xidmət göstərir, sadiqlik edir. İstəyir at olsun, it olsun, pişik olsun. Yəni, biz heyvan deyirik. Onların da məsuliyyət yükü vardır ki, bu hər kəsin yükü görünməzdir. Deyəndə bunu başa düşmək lazımdır ki, bu söhbət gedir mənəvi borclardan, məsuliyyət yükündən, borc yükündən. İkinci belədir cümlə. Haqq səni sındırırsa, yenidən qurmaq üçündür. Bəli. O qədər sınaqlardan keçmişəm və yenə də sınaqlardayam. Hər məqamda, hər sözüm, hər addımım bir sınaqdır. Eləcə də sizlərin. Və elə hallar olub ki, bu barədə bəzən demişəm, danışmışam da, elə bir ki, o qürurum sınıb və yaxud da ki, ümidim müəyyən qədər sınıb, sonra başa düşmüşəm ki, yox, bu bir həyat sınağıdır, buna dözmək lazımdır. Və beləliklə də sındıqca sən müqaviməti artırmalı olursan. Bax, bu stolun üstündən nə qədər bərk basın, o qədər əks müqavimətə rast gəlirəm. Eləcə də siz. Demək, nə qədər sınarsansa, yaxşı mənada, alçatmaq mənasında Allah insanı sındırmır. O, demək, onu möhkəmlətmək üçün həyat sınaqları ilə üzləşdirir. O da belədir. Nə qədər həyat sınaqları ilə üzləşərsən, məcbursan sən ona müqavimət göstərəsən. Təsir əks təsirə bərabərdir. Nə qədər təsirə məruz qalırsan, o qədər əks təsir göstərməli olursan. Və nəhayətdə kimliyini sübuta yetirirsən ki, sən hansı əqidəni sahibisən, hansı dözümdəsən, fikirləri necə qəbul edirsən, o fikirləri sağlam olaraqmı qəbul edirsən, yoxsa o fikirlərin təsiri ilə qürurlanırsan, təkəbbürlənirsən, özünü göstərmək istəyirsən ki, sən bu qabiliyyətə maliksən. Necə ki, o dedim ki, bir cadugar deyir ki, falan işi mən gördüm, mən etdim. Sanki bu yerin Allahıdır, bu işləri bu həll edir. Belə məsələlər vardır. Deyir, yenidən
qurumaq üçündür, səni sındırmaq, yəni səni ucaltmaq üçündür. Bu bizim yəni müqəddəs Quranımızda da vardır ki, həyat Allah ucaltmaq istədiklərini alçaldır. Amma alçaltmaq mənası ilə başa düşməyək. Onu əzab-əziyyətlərə salmaqla sınayır. Allahın öz xoş sınaqları vardır ki, necə ki biz nəyisə düzüb qoşanda onu sınaqdan keçiririk. Bax, belə hallar vardır. Allahı necə görürsənsə, özünü də elə görərsən. Özünü dəyərsiz bilərsənsə, Allahı da uzaq sanarsan. Bəli. Allahı necə görürsənsə, sən Allahın varlığını necə qəbul edirsənsə, dərk edirsənsə, özünü də elə görərsən. Çünki Allahın varlığını olduğu kimi və yaxud da ki, necə deyim, sağlam başla qəbul edə bilirsənsə, sən Allahımızın böyüklüyünü dərk edirsən. Bu, sənin öz böyüklüyünün də dərk olunmasına gətirib çıxardır və yaxud da ki, sənin nə dərəcədə ağla, kamala malik olduğunu sübuta yetirir. Sən Allahdan aldığın fikirlərlə, müsbət fikirlərlə insanlıq edirsən, sənin hər bir keyfiyyətinə görə qiymət verir ətrafda olanlar, yaxınların, uzaqların hamısı və özünü elə görərsən. Yox, əgər özünü dəyərsiz bilərsənsə, özünə hörmətin olmazsa, heç yerdə hörmətli olmayacaqsan və Allahı da uzaq sanarsan və bu fikirlərlə də o müəyyən narazılıqlar ki var, Allah Taala niyə bunu görmür? Niyə bu işin qarşısını almır? Allah Taala niyə mənə ruzi vermir? Niyə başqasına ev verir, mənə ev vermir? Ancaq onun bir cavabı var. Görübsünüzmü ki, Allah Taala kiməsə gətirsin, torbada pul versin və yaxud da kimin üçünsə ev tikdirsin, desin ki, hə, buyur, gəl bu evdə ol. Belə yanlış fikirlər vardır ki, insanları haqq yolundan saptırır, Allaha inamı azaldır və belələri də Allahdan uzaq düşür o inamsızlığı ilə. Nəhayət dördüncü deyilir ki, haqq yolunda irəliləmək üçün qəlbi paklamaq lazımdır. Başqalarını deyil. Yəni, qəlbi sən təmiz etkinən, başqaları deyəndə belə götürək də, insanlar var ki, cismani təmizliyinə çox önəm verir, amma mənəvi təmizliyi barədə o qədər də düşünmür. Elə insanlar var, təmizkardır, fasfasıdır, amma mənəvi cəhətdən yetkin deyil. Əsas məsələ odur ki, qəlb pak olsun, təmiz olsun ki, oraya həqiqət daxil olsun və sən elə o cismani təmizliyindən daha çox mənəvi təmizliyinə üstünlük versən, haqq yolunun yolçusu olacaqsan, getdikcə şərəflənəcəksən, ucalacaqsan. Nəhayəti onun şərəfli bir məqamdır. Ona nail olmalıyıq. Hələlik bu barədə söhbətim bu qədər. İndi istəyirəm ki, din və elm haqqında söhbətimi edim. Hələ ki, bu başlanğıçdır, müqəddimədir deyərdim. Elm necə meydana gəlib, ərsəyə gəlib? Yəni, belə deyək də, alimlərin bu haqda düşünən filosofların fikirləridir ki, elm, yəni ki, o məqamdan başlayıb, indiki məqama qədər inkişaf edib. Və yaxud da ki, din barədə fikirlər var ki, ilk başlanğıca gedib çıxa bilməyiblər. Mən hələ bunları oxuyuram. Sonra o başlanğıcdan söhbət eləyəcəm ki, elmində kökü Allahımızdan gəlir. Dinin də kökü Allahımızın düşüncələrindən yaranıb. Amma Allahımızdan gələn ümumi olaraq hər ikisinin sintezi olub. Ona helm deyilir. Onun cövhəri helmdir. Helmdə din də vardır. Helmdə elm də vardır. İndi elmdən oxuyuram sizə. Deyilir ki,
elm insanın əməli və nəzəri fəaliyyətinin səciyyəvi sahəsidir. Yəni ki, önəmli sahəsidir. Elmin əsas inkişaf mərhələləri nədir? Nə vaxt başlayıb? Deyilir ki, qədim şərq ölkələrində, yəni Babilistanda, Misirdə, Hindistanda və Çində toplanmış ilk biliklər elmlərin ilkin şərtlərini hazırlamışdır. Yəni o zaman elm yavaş-yavaş inkişaf etməyə başlamışdı ki, qədim Yunan mütəfəkkir də dərin fəlsəfi fikir sahibi olanlardır. Demək, qədim Yunan mütəfəkkirləri Aristotel və başqaları həyat haqqında mücərrəd fikirlər irəli sürmüş. Nədir mücərrəd fikirlər? Ancaq xəyalda təsəvvür edilə bilən, reallıq kimi yox, xəyalda təsəvvür edilə bilən mücərrəd fikir adlanır ki, belə fikirlər irəli sürmüş. Dünyanın yaranmasının təbii qanuna uyğunluqlarını dərk etməyə çalışmışlar. Həmin dövrdə ayrı-ayrı bilik sahələri natural fəlsəfədən ayrılmağa başladı. Natural fəlsəfə, yəni ki, olanların nəzəriyyəsi, xəyali belə deyədim, sübutlarmı deyim, və yaxud ki, mənalarmı deyim, xəyalda olanlar. O nəzəriyyə natural fəlsəfə adlanır ki, artıq elm fəlsəfədən ayrılmadı da. Bax, o natural fəlsəfədən ayrılıb. Çünki elm inkişaf etməmiş, müəyyən fikirlər söylənilib ki, o xəyali olubdur. Onu indi reallığa çeviriblər ki, yəni maddi sübutlarla əsaslandırıblar. Ona görə də, bax, o sahələrdən ayrılıbdır. Hansı ki, Ellinizm dövrü nə vaxt olub? Makedoniyalı İskəndərin şərqi istilasından sonra başlanan qarışıq Yunan şərq mədəniyyətinin çiçəklənməsi dövrüdür, Ellinizm. O dövrdə həndəsə, hansı ki, Evklid, onu deyərdim ki, elə həndəsənin banisi kimi də belə qəbul edək. Mexanikada Arximed və astronomiyanın Ptolomey astronomik fikirlərlə elmi elə bir ki, yaratmışdır da. Demək, əsas yarandı. Yəni elmlərin, bax bu elmlərin əsası yarandı. Hansı ki, həndəsədir, mexanikadır, astronomiyadır. Orta əsrlərdə Ərəb, Şərqi və Orta Asiya mütəfəkkirləri İbn Sina, İbn Rüşd, Biruni və s. qədim Yunan elminin ənənəsini yeni biliklərlə zənginləşdirmişlər. Bax, o dediyim elmlər ki var, onları daha da zənginləşdirmişlər. Avropada bu ənənə xristianlığın təsirinə məruz qalaraq elmin özünə xas forması olan sxolastika elmin özünə xas formasıdır. Demək, yaratmışdır. Avropada bu ənənə xristianlığın təsirinə məruz qalaraq elmin özünə xas forması olan sxolastikanı yaratmışdır. Nədir o? Birinci, orta əsrin dini ehkamlarına əsaslanan son dərəcə mücərrəd idealist fəlsəfə. İkinci, həyat ilə heç bir əlaqəsi olmayan, təcrübədə yoxlanıla bilməyən mücərrəd mühakimələrə əsaslanan görüş, dünya görüşü də, görüş və üqəlalıq. Üqəlalıq nədir? Üqəla ağıllı deməkdir. Ağıllı adamlar da ağıllılıq etmişlər də, belə deyək. Onlar ağıllı insanlar yaratmışdır. Müasir mənada, yəni nəyə görə? Elə bir ki, dini fikirlər ki var, onlar xəyalidir də, söhbətlərdə. Amma bu alimlər bilməyiblər ki, xəyalın
özü elə gerçəklik deməkdir. Yəni xəyalı olmayan bir şey kimi qələmə veriblər. İndi bu barədə mən söhbətlər edəcəm. Sən xəyal etməsən, heç bir maddi təzahürü meydana gətirə bilməzsən. Heç bir texniki inkişafa nail ola bilməzsən. Onun eskizi xəyalda qurulur, xəyalda canlanır. Xəyal mənbədir. Bizim qeyri-maddi hesab etdiyimiz xəyalın özü də bir maddidir. Bu barədə deyəcəm sizlərə ki, belə hesab edirdilər. Eyni zamanda da elmin belə deyək, bəşəriyyətə ziyanlı olduğunu əsas götürüb, o dindarlar ki var, deyək, xristianlıqda ona zid gediblər. Ona görə Koperniki yandırıblar. Ona görə də o Galileo Qalileyi də təqib ediblər. Sonra qeyrilərini də cəzalandırıblar. Müasir mənada elm yeni dövrdə, yəni 16-17-ci əsrlərdə kapitalist istehsal üsulunun tələbatı nəticəsində demək deyir ki, formalaşmağa başladı. Yəni elmdən istifadə etməklə fabrik, zavodlar yarandı. O kapitalistlər pul, gəlir əldə etmək üçün bax belə məqsədlərlə ona önəm verdilər, elmə önəm verdilər. Dini təfəkkürün sarsılmağa başladığı intibah dövründə elm mənəvi həyatın amilinə çevrildi. Yəni dini təfəkkürün sarsılmağa başladı. Nə vaxt sarsıldı? Bunu deyirlər də ki, artıq elm vüsət aldı, inkişaf etdi və elmi fikirlərlə də belə deyək də məişət üçün lazım olan hər şeyi yaratmağa başladılar ki, o fikirlər ki var idi, o fikirlərlə də elmə zid gedirdilər dindarlar. Elə bil dindarların o fikirləri sarsıldı da, artıq elmə önəm verildi. Leonardo da Vinci, Kopernik, yəni ki, elmin inkişafında yəni müstəsna rol oynayıblar. Hansı ki, Koperniki də yandırdılar öz elmi fikirlərinə görə dindarlar. Nəsiminin dərsini kim soydurdu? İfratçı dindarlar soydurdu. Yeni dövr elmində eksperiment mühüm tədqiqat metodu olmuş və nəzəri mühakimələri təbiəti dərk etmək prosesi ilə əlaqələndirmişdi. Yəni ki, Leonardo da Vinci və Kopernik də yeni dövr elmində eksperiment, təcrübə, eksperiment mühüm tədqiqat metodu kimi və nəzəri mühakimələri təbiəti dərk etmək prosesi ilə əlaqələndirmişdi. 16-cı, 17-ci əsrlərdə elmin idrak gücünün artması, onda baş verən dərin dəyişikliklər ilk elmi inqilabla nəticələnmişdir. Yəni elmdə inqilab, mədəni inqilab deyilir buna da ki, vüsət aldı elm. Təkmilləşdi, indiki bir vəziyyətinə gəldi, çıxdı. Bu elm haqqında müəyyən qədər fikirli söylədim. İndi din haqqında. Din nə vaxt yaranıb? Niyə yaranıb? Mən bunlara izah verəcəm mütləq. Din bir və ya bir neçə Allahın, müqəddəslərin, yəni fövqəl təbiiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünya görüşü, insanların yəni dünyaya baxışı, düşüncəsi, davranış və spesifik fəaliyyət, yəni məxsusi olaraq dinə önəm vermək, o xüsusda həyata baxış etmək, hansı ki, mənim söhbətlərimin çoxsu da bax, bu cürdür də, elə belə deyərdim ki, görünməyən aləmdən ki, müəyyən məlumatlar verən fikirlər söyləyirəm, onu elmdən uzaqlaşdırırlar, onu bir xəyal adlandırırlar, bir heç adlandırırlar. Mən isə elmlə dinin vəhdəti olaraq elmi fikirlər söyləyəcəm ki, elm nədir, din nədir? Bunlar bir-birindən ayrılmazdır. Biz onların gözəlliyini əsas götürməliyik. Hər bir din
insanların gündəlik həyatında onlara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından, yəni inika xəyali əksliyindən, yer üzərindəki qüvvələrin səma qüvvələri şəkli aldığı inikasdan, yəni görünməyənlər nəzərdə tutulur da, səma qüvvələri. Belə bir fikir formalaşıb insanlarda, başqa bir şey deyildir. Yəni ki, bunu Engels deyir, Friedrich Engels deyir ki, yer üzündəki qüvvələrin səma qüvvələri şəkli aldığı inikasdan, insanların xəyalında yaratdığı güya olmayan ilahi qüvvələrdən, insanların xəyali əksi də mələklər deyirik, ali qüvvələr deyirik. Yəni insanları onlardan fərqləndirirlər, bunları real hesab edirlər bizləri, özlərini. Onları isə bir xəyalın yaratdığıdır, uydurmadır. Amma o nisbilik nəzəriyyəsinə görə deyilir. Mən isə eynilik nəzəriyyəsi ilə bizim eyni olduğumuzu izahlandıracağam. Ki, həmişə deyirəm, onlar bizim doğmalarımızdır. Onlar bizim əksimizdir. Onlar bizim ata-babalarımızdır. Hansı ki, biz onların öz varlığında yaşamışıq. İndi bax belə bu məqamda qərar tutmuşuq. Din tarixi hadisədir. Yəni ki, sonradan yaranmadır da, tarixi hadisədir. Din ehtimala görə yuxarı teolit dövründə, yəni daş dövrdə 40-50 min il əvvəl meydana gəlmişdir. Yəni tarixidir də, onun əmələ gəlməsi, meydana çıxması məlumdur. Amma bunu yazanlar, bu alimlər bilmirlər ki, həyat var olandan elə din də olub, vəhdətdə olduğu elm də olub ki, ümumi götürəndə onların sintezi elmdir. Onun təkamülü, yəni inkişafı, formalaşması cəmiyyətin inkişafı ilə müəyyən edilir. Etnoloji tədqiqatlara əsasən, yəni etnoloji nədir? Bir xalqın məişət, adət, mədəniyyət xüsusiyyətləridir. Demək, bunun əsasında, bu tədqiqatlara əsasən din istehsalın, mənəvi mədəniyyətin aşağı inkişaf səviyyəsi dövründə yaranmışdır. Dinin ibtidai dövrdə meydana gəlməsini paleontologiya, yəni qazıntı nəticəsində tapılan nəsli kəsilmiş ən qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul olan elmdir ki, o paleontologiya ilə etnografiya, arxeologiya, psixologiya, dilçilik və s. elmlər də sübut etmişdir. Belə sübut etmişlər ki, deyim indi burada nədir? Etnografiya nədir? Xalqların maddi və mənəvi mədəniyyətlərini tədqiq edən elmdir. Bunlar elmlərdir də, bunların sayəsində artıq sübuta yetiriblər ki, din elə bir ki, xəyalda yaradılan lazımsız bir şeydir də, insanların uydurduğudur güya. Arxeologiyada qazıntı yolu ilə tapılan maddi mədəniyyət abidələrinə əsasən qədim xalqların yaşayış və mədəniyyətini tədqiq edən elmdir. Psixologiya insan psixikasından, psixi fəaliyyətinin proses və qanuna uyğunluqlarından bəhs edən elmdir ki, dilçilik və s. elmlər də sübut etmişdir. Elmlər önə çıxır. O fikirlər ki var ki, demək, elə bil insanın xəyalında yaranır. Necə ki, mənim fikirlərimə rəğmən, mənim bir əzizim, professor, soruşdu ki, yəni, nə vaxt səndə oyanış olubdu, belə. Dedim filanıncı illərdə. O illərdə də mənim çox sınaqlı həyatım var idi ki, keşməkeşlərdən keçirdim hər zaman. Demək olar ki, müəyyən qədər mənəvi sıxıntılarda idim. Həm həyatımda baş verən hadisələr, həm də oyanışla bağlı olan fikirlərin məngənəsində idim. Elə bir ki, hərəsi məni bir tərəfə dartırdı. Yəni, bu mənada güya ki,
onun düşündüyü belə oldu da, özü də filosofdur ki, mən elə sıxıntılar içərisində belə bir xəyallara düşmüşəm ki, ali qüvvələr haqqında fikir söyləyirəm, görünməz məlikələr barədə, Allahımız haqqında söhbətlər edirəm də. Burada da belə götürülür ki, elm deyir, onları sübut elədi ki, yəni insanların bir nadan vaxtı idi ki, o nadanlıqdan, ehtiyacdan, sıxıntılardan irəli gələn fikir idi ki, Allahın varlığını uydurdular, güya mələkləri uydurdular, amma onlar görsənmirlər, amma görünməyənləri özləri indi baş əyirlər. Bax, bu fikirlərlə din ən ibtidai zamanlarda insanların öz təbiəti haqqında ən nadan, cahil və ibtidai təsəvvürlərindən meydana gəlmişdir. Güya nadanlıqdan meydana gəlibdir. Bunu da deyənlər dünya şöhrətli Karl Marx, Friedrich Engels və üstəgələk Lenin. İndi mən onların nə dərəcədə elə deyərdim ki, savadsız olduqlarının sübutunu edəcəm sizə. Onlar bir tərəfli düşünüblər. Nə olsun ki, dünya şöhrətlidirlər. Dinin əsas məzmununu Allah ideyası təşkil edir. Din həmçinin dini təsəvvürlərlə bağlı əhval-i ruhiyyə, his və təəssüratları özündə birləşdirir. Din həmçinin deyir, dini təsəvvürlərlə bağlı əhval-i ruhiyyə, his və təəssüratları özündə birləşdirir. Dini etiqad, əhval-ı ruhiyyə və fəaliyyətin məcmusu, yəni ki, sonraki dövrlərdə dini təşkilatların yaranmasıdır da, dini məcmusu, dini kompleksi təşkil edir. Fövqəl təbiiliyə inam, yəni ki, görünməyənlərə, fövqəl təbii qüvvələrə, mələklərə, ilahi varlıqlara, əfsanələr, moizələr, dini əmr, ki, Allahdan gələn qanun və qadağanlar formasında ifadə olunur. Din, müəyyən qadağalar qoyulur və deyirlər, bu günahdır, Allah belə qəbul etmir, budur, odur, hamısını bir fərziyyə kimi səciyyələndirirlər. İnsanların fövqəl təbii qüvvələrə emosional, yəni hissi, qorxu, heyrət, təəccüb, məhəbbət və s. kimi münasibətləri dinin digər əlamətidir. Yəni, dinin əlamətləridir ki, bunlar insan qorxur, Allahdan qorxur, günah etməkdən qorxur və yaxud da ki, Allahımıza məhəbbətlidirlər, bağlıdırlar. Belə deyək də, ali qüvvələrə hörmətlidirlər. Necə ki, mən hər gün deyirəm ki, təşəkkür edirəm böyük hörmət və ehtiramla. Onu bir cəfəngiyyət hesab edirlər. Dini etiqadlar kompleksinə dini sitayişlər və yaxud ayinlər daxildir. Din fəlsəfi idealizmlə sıx bağlıdır. Hələ Friedrich Engels idealizmin ruh təbiətdən əvvəl mövcud olmuşdur ideyasını dini təlimə bərabər tutmuşdur ki, yəni bu onların uydurmasıdır da dindarların. Lenin fəlsəfi idealizm ilə dinin eyni gnesoloji, yəni idrak nəzəriyyəsi, ağlın belə deyək də uydurduğu, xəyal etdiyini ifadə etməsi, gnesoloji köklərə malik olduğunu göstərmişdir ki, bununla bağlıdır. İnsan özündən onu uydurur ki, elə şey yoxdur. Dilçiliyin, yəni fəlsəfi idealizmin, dilçiliyin isə əlbəttə gnesoloji kökləri vardır. Bar verməz çiçəkdir. Məcazi mənada da bənzətmə ilə deyirlər ki, bu kimi fikirlər bar verməz bir zaddır da, çiçəkdir. Çiçəkləyir, amma bar vermir. Lakin canlı, məhsuldar, həqiqi, qüvvətli, qüdrətli, obyektiv, mütləq insan idrakının canlı ağacında göyərən bar verməz çiçəkdir. Bunu da Lenin deyibdir. Ki, insanlar inanır, deyək ki, müxtəlif dinlər meydana gəlmişdir, onun müxtəlif qolları vardır,
təriqətlərə, məzhəblərə bölünüblər, ayrılıblar. Amma elm daim irəli gedəcək. Amma onlar bar verməz bir çiçəkdir. Lakin fəlsəfi idealizm dinə mütabi deyildir. Yəni, lakin fəlsəfi idealizm dinə müvafiq deyildir. Din hər şeydən əvvəl zəkaya deyil, etiqada əsaslanır. Din nəyə əsaslanır deyir? Yəni, qəlbən inama. Qəlbən inandın, bağlandın, hə, buna əsaslanır din. Yoxsa onun ayrı kökü, əsası yoxdur. Marksist təlim dinin mahiyyəti, meydana gəlməsi, yaşaması və aradan çıxmasının onun sosial sinfi, qnesoloji köklərinin düzgün elmi şərhini vermişdir. Güya, bax bu marksist təlim ki var, marksizm təlimi, onun elmi şərhini vermişdir. Ki, bu qnesoloji, yəni ki, belə deyək də, bayaq deyilən kimi idrak fəlsəfəsidir. Yəni, insanın ağılda uydurduqlarıdır ki, onun elmi şərhini vermişdir. Onun elmi şərhini mən verəcəm inşallah. Onda görəcəksiniz ki, bunlar nə qədər yanlışlığa yol veriblər. Hani indi marksizm, leninizm ideyası işləyirmi? Dinin sosial kökü, ictimai həyatın obyektiv şəraitində insanlarla təbiət arasındakı, insanların öz aralarındakı və cəmiyyətdəki ictimai münasibətlərindədir. Dinin sosial kökü də, yəni insanların canına, qanına hopması, insanların qəbul etməsi, yəni ki, demək, insanların öz aralarındakı və cəmiyyətdəki ictimai münasibətlərindədir. Hansı ki, dindarlar bir-birlərinə bağlıdırlar, hörmətlidirlər, yəni müəyyən fikirləri bölürlər və yaxud da ki, dünya miqyasında yayılmış haldır. Din digər ictimai şuur formalarından fərqli olaraq insanların həyat şəraitinin məhdudluğundan asılı olmuşdur. Yəni, o ehtiyacdan, sıxıntıdan, neyniyim, necə eləyim deməkdən, demək, Allaha üz tutublar və belə bir obraz özlərində, xəyallarında yaradıblar ki, bu da həqiqət deyil. Belə başa düşürlər, elə də izahlandırır, səciyyələndirirlər. Bəşəriyyətin ilkin inkişaf dövrlərində məhsuldar qüvvələrin inkişafı, istismarçılar, təbiətə əməli şəkildə təsir etmək vasitələri zəif, bəsit və məhdud idi. Bu, insanı təbiətdən asılı etmişdir. Amma mən sizə demişəm, insanın elə bir qüdrəti var ki, onların bu cəfəng fərziyyə hesab etdikləri, həyatın gedişatını istədiyi hala gətirə bilər. Bu barədə söhbət edəcəm. Sən həyatını istədiyin kimi qura bilərsən ki, xoşbəxt yaşasın. Yəni, o vaxtı təbiətə təsir deyir, zəif idi. Amma elmi sayəsində təbiəti özünə ram ediblər, güya ki. Bu, insanı təbiətdən asılı etmiş, onda fövqəltəbii qüvvələrə inam doğurmuşdur. Yəni, ali qüvvələrə, ilahi qüvvələrə, Allahımıza inam yaratmışdır. Bu məhdudluq, bu nadanlıq, bu sıxıntılar və yaxud da ki, elə bir ki, təbiətin təsirinə məruz qalma, acizlik. Təbiətlə mübarizədə vəhşinin acizliyi Allahlara, şeytanlara, möcüzələrə və s. inam doğurduğu kimi istismarçılarla mübarizədə istismar edilən siniflərin acizliyi də labüdən axirətdə daha yaxşı həyat olacağına inam yaradır. Bunda Lenin deyir ki, yəni insanlar acizliklərindən, insanlar nadanlıqlarından, düzgün başa düşməməklərindən belə bir deyək ki, Allah obrazı yaratmışlar, ilahi qüvvələrdən söhbət edirlər və ümid bəsləyirlər ki, axirətdə hər şey gözəl olacaq. Güya bu yanlış fikirdir. Amma onun əsasları var axı. Onun izahları var. Və mən də o izahları etməklə həmən bu
dünyasını dəyişmiş dahilər ki var. İndi mən onları dırnaq arası dahilər hesab edirəm. Ki onların bir dövrün sona çatması, maddi dövrün, mənəvi dövrün başlanmasına səbəbdir. Və bu hər iki dövr bir-birindən asılıdır, bir-birinin eynidir və yer dəyişmələr vardır, yeniləşmələr vardır, elmi halda və axirətdə müəyyən qədər o fikirlər var da, heç də elə deyil. Axirət bir dövrün sona çatması yeni bir dövrün başlanğıcıdır. Böyük əhəmiyyət kəsb eləyir. Axirət adlanan bir zamanda uca yaradan ilahi qüvvələr, oyanışlı insanlar kainatda əsaslı bir dönüş yaradırlar. Və bu hər zaman olur. Həm mənəvi dövr başa çatanda, eyni zamanda da maddi dövr başa çatanda, o 8-liyin yatmış gözləri ki, o ortaq mütləq sıfırdan ki, dövr başa çatır, keçir ikinci dövrə, o dövrü başa çatmır, keçir bu biri dövrə. Və misal da gətirmişəm. Qum saatı ki var, yuxarı gözdə qum olur. O başlayır tökülməyə, yavaş-yavaş tökülür. Maddi dünyanın yeri boş qalır. Maddi olan o qum tökülür mənəvi dünyaya, boşluğa. Yenidən insan əli ilə onu fırlayır. Yenə də həmin proses gedir. Maddi dünya mənəvi dünya ilə, mənəvi dünya maddi dünya ilə əvəzlənir. Bax, o qum saatını fırladan uca yaradandır, ali qüvvələrdir ki, zamanı gələndə belə bir dönüş edəcəklər. Yəni, söhbətlər çox genişdir və mən özüm bu müqəddiməni belə başladım ki, biləsiniz, din nə vaxt meydana gəlib? Bizim bu alimlərin tədqiqatı nəticəsində gəldiyi nəticələr. Elm nə vaxt? Və elmlə dinin barışığı vardır, vəhdəti vardır. O, indiki zamanda artıq öz təməlini qoyub. Harada təməlini qoyubdur? Mənim bax, bu oxuduğum yazılarda. Hansı ki, o təməli mən həyat məktəbində qoyuram. Ya, elmlə dinin vəhdətini izahlandıracağım. Onda biləcəksiniz ki, bu ögeylik aradan qalxmalıdır. Dinimizə də hörmətlə yanaşmalıyıq, başa düşərəkdən, cəfəng fikirlərə uymamaqdan, elmimizə də. Eyni zamanda da ali məqamdan gələn helmi fikirləri də biz inkar etməməliyik. Bizim ona ixtiyarımız yoxdur, o ixtiyar bizə verilmir. Çünki bunu Allah qanunu dediyimiz kainat qanunu tələb edir. O qədər fikir söyləsinlər ki, indi inşallah özünüz görəcəksiniz, nəzəri cəhətdən mən bunları necə izahlandırıram, necə fikirlər söyləyirəm ki, siz də hali olacaqsınız. Mən əsasən istəyirəm ki, həyat məktəbinin üzvləri mükəmməl bir biliyə sahib olsunlar. Qoy gənclərimiz ayıq başla yanaşsınlar hər şeyə. Demirəm ki, elmi buraxıb dinə meyllənsinlər. Xeyr, dinin də gözəlliyini qəbul etsinlər, başa düşsünlər, elmin də gözəlliyini oxusunlar, öyrənsinlər, sağlam biliyə sahib olsunlar. İnsanlığı həmişə qorumaq şərti ilə. İndi sualları ünvanlayıram. Buyurun, qulaq asın. Birinci başlayıram hörmətli Səbinə xanımdan, Səbinə müəllimədən. Belə bir sual ünvanlayıram. Etdiyimiz sual cavabın əhəmiyyətini necə izahlandırarsınız? Hansı ki, bax, bu sualları mən verirəm. Siz də o suallara cavab verirsiniz. Bu barədə xahiş edirəm, fikrinizi bildirin. Sonra Nuray balam, şagirddir də orta məktəbdə, ailəmizin üzvüdür o da. Cavabı da çox xoşuma gəldi. Hər birinizin cavabı xoşuma gəldi ki, yəni çox razı qaldım. İndi sualı ünvanlayıram Nuray balama. Öz yaşıdlarından geri qalmamaq üçün nə etməlisən? Bilik və qabiliyyət baxımından. Nə etməlisən ki, öz yaşıdlarından, sinif yoldaşlarından geriyə qalmayasan? Həm bilik barədə deyirəm, o baxımdan, həm də qabiliyyət baxımından. Nurcan balam, sənə ünvanlayıram bu sualı. Sadəliklə təkəbbürlük barədə nə deyə bilərsən? Hansına üstünlük verirsən? Nə üçün? Çətinlik çəksən, atıya de,
Ata sualı sənə izahlandırar, amma cavabı özün verməlisən. Ata deməməlidir. Və yaxud da mamadan soruşarsan da. Muraz bəy, belə bir sual verirəm. Haqq işi deyəndə nəyi başa düşürsünüz? O nə dərəcədə önəmlidir? Aytən qızıma sual verirəm. Validə xanımın ünvanladığı gözəl fikirlərdir. Deyilir ki, burada ən zəif insan hirsli insandır. Bu deyimə fikrinizi bildirin, xahiş eləyirəm. Müəyyən qədər izah etməklə. İradə xanım Məmmədova, onu da deyim ki, ananızın ruhu şad olsun. Bir daha sizə həm öz adımdan, həm də əzizlərimiz adından başsağlığı verirəm. Deyirlər, el təbirincə Allah səbir versin. Yeri behiştlik olsun. Tanıyırdım şəxsən, görmüşdüm. Atanızı da, ananızı da ruhları şad olsun. Elə hesab edin ki, biz də sizinlə birgəyik. Yəni o düşüncələrlə, o qayğı ilə. Hansı ki, bu hörməti, izzəti siz özünüz qazanırsınız. İmkanınız olsa cavab verərsiniz. Sizə verilən sual budur. Ən bədbəxt insan asılı insandır. Bu barədə nə deyə bilərsiniz? Asılılıqlar çoxdur da. Bədbəxt insan hansı asılılıqla bədbəxtdir? Gülbəniz xanım, Validə xanımın dediklərindən, yazdığından iqtibas gətirirəm ki, deyilir burada, ən güvənli insan səbirli insandır. Bu deyimə fikir bildirin, xahiş edirəm. Yenə də hörmətli Validə xanımın yazdığından sual verirəm Alidə xanıma. Əzizimiz olan Alidə xanım. Ən zavallı insan iki üzlü insandır. Bu barədə siz nə deyərsiniz? Əmanət xanım. Sual belədir. Gənclərin inkişafı üçün biz haqsevərlər nə etməliyik? İmkanınız daxilində cavab yazarsınız. Ayla balam, Əmanət xanımın nəvəsidir, kiçik nəvəsi. Neçə şeir və nağıl bilirsən, Ayla bala? Onu deyərsən, nənə də şərhində qeyd eləyər. İnci bala, səndən böyük olan bacındır, səhv eləmirəmsə. Əsəbləşmə və dalaşmaq yaxşımı işdir? İnci bala. Bəs pis söz danışmaq necə? Buna tərbiyəlilik deyilir, yoxsa tərbiyəsizlik? Səncə hansı yaxşıdır, hansı üstündür? Bax, bu sualı sənə ünvanlayıram. Anar bəy, Validə xanımın yazdığından. Ən axmaq insan boşboğaz insandır. Buna fikir bildirərsiniz, xahiş edirəm. Əsrar xanım, Etibar bəyin yazdığı Yunus İmrənin söylədiyindəndir də, dediyindəndir. Deyilir ki, hər nə axtarsan, özündə axtar. Buna fikrinizi bildirin. Xahiş edirəm. Əyalə qızım, yenə Etibar bəyin Yunus İmrədən gətirdiyi, yazdığı sözdür. Deyilir ki, orada bir könül yıxdınsa, bu qıldığın namaz deyil, namaz deyil. Əgər kimisə könlünü qırırsansa. Sonra Leyla balam, sənə ünvanlayıram. İstəyirsənmi ana sənə şeir öyrətsin? İstəyirsənsə anadan xahiş elə. Qoy öyrətsin səni. Ya nağıl öyrətsin, ya şeir öyrətsin. Emil bəy, sağ olsun, Emil bəy də öz fikrini bildirib, cavabını da, mən verdiyim sualı nənəsi də verib, Əsrar xanımın nəvəsidir. İndi Uğurdan, Rüstəmdən də şərh gözləyirəm ki, görüm onlar həyat məktəbinə üzv olmaq istəyirlər, yoxsa yox. Və mən də sual vermişəm nənə kimi, nə üçün polis olmaq istəyirsən?
Bəlkə ayrı bir peşəni də xoşlayırsan. Bilirsənsə, xoşlayırsansa deyərsən. Reyhanə xanım, sizə ünvanlayıram. Necə insana etibar etmək olar? Yəni hansı insana etibar etmək olar? Bu barədə fikir bildirin, xahiş edirəm. Malikə xanım, sizə Allah yaratdıqlarını sevir. Yox, üzr istəyirəm. Sizcə Allah yaratdıqlarını sevir. Səbəb nədir? Belə fikirləşirik də, Allah bütün yaratdıqlarını sevir. Sevirsə, hansı səbəbdən sevir? Validə xanım, sizə ünvanlayıram bu sualı. Həyat məktəbini yaratmaqda səhv etməmişik ki, onun nə kimi faydası var? Necə görürsünüz? Bu barədə fikir bildirin. Heyrə xanım, bir çox amillərə görə ehtiyatla davranırıq. Ehtiyatlılıq vacib olanlardandır. Bəzi hallarda bunun mənəvi istirabını çəkirik. Bu sizcə bu sıxıntıdan qurtulmağın əlacını necə və nə ilə qıla bilərik? Yəni buna əlac qıla bilərik ki, o kimi belə deyək də təsirlərə məruz qalmayaq ki, biz ehtiyatlanmayaq. Bu hallar vardır, hamımızda vardır. Və Hikmət xanıma da bu sualı ünvanlayıram ki, bu barədə siz nə deyə bilərsiniz? Hansı ki, Heyrə xanıma ünvanladım. Töhfə xanım, Malikə xanımın yazdığından sizə sual verirəm. Necə bir dünya görmək istərdiniz? Dünyanı necə görmək istəyirsiniz? Bu barədə fikir bildirin. Mətanət xanım, sizcə elm və din bir-birinə ziddir? Sizcə elm və din bir-birinə ziddir, yoxsa bir-birini tamamlayır? Necə düşünürsünüz? Həyat məktəbinin fəaliyyəti ilə bu qarşılıqlı inkarı, yəni elmlə din bir-birini inkar edir də. Aradan qaldırıb vəhdət yaratmaq mümkün olacaqmı? Hansı ki, mən dedim ki, həyat məktəbində bunun təməlini qoyacağıq. Elə başlamışam artıq bu təməli qoymağa. Sonra Fatimə balama buradan sual ünvanlayıram. Hicabı çoxmu xoşlayırsan Fatimə qızım? Sıxılmırsan ki, hicabı geyinirsən, hicabda gəzirsən. Bu barədə fikrini deyərsən. Əli bala, Mətanət xanımın övladlarıdır. Sadiq də, Əli də, Allah var eləsin, hamısını. Mətanət xanımın öz yazdığından sual verirəm. Yalan danışmaq niyə düzgün deyil? Nə üçün? Sonra Sadiq bala, ananın sualını sənə də ünvanlayıram. Növbəti sualdır. Birinə kömək edəndə qarşılıq lazımdırmı? Bunun yaxşı və ya yaxşı olmayan tərəfini deyə bilərsən. Hansı ki, sən birinci demək şərhində bu barədə yazmışdın ki, qarşılıq olmamalıdır. Yəni ki, insan nə edirsə yaxşılıq, onun qarşılığını gözləməməlidir. Bu barədə fikrini biraz izahlı olaraq yazarsan. Sevinç qızım, Etibar bəyin Yunus İmrədən, yəni ki, istiqamətləndirdiyi bir iqtibasdır, onu oxuyuram. Deyilir ki, təvazökarlıq insanı ucaldır, təkəbbür isə alçaldır. Bu barədə fikir söyləyin. Nəzrin bala, verilən sözə əməl etməmək yaxşıdır, yoxsa yaxşı deyil? Bu barədə Heyrə xanım da deyəsən belə bir sual yazmışdı, səhv eləmirəmsə. Sən verdiyin sözə əməl edirsənmi? Fikrini bildirərsən. Çətinlik çəksən, amma istiqamət verər. Ruslan bəy, Etibar bəyin yazdığındandır. Demək, İmam Cəfəri Sadiqdən bu iqtibas gətirirəm, iqtibası. Dostunu qəzəb vaxtı tanı, ruhu şad olsun. İmamımız belə deyir. Necə izah edərdin ki, dostunu niyə qəzəb vaxtı tanımalısan?
Nə kimi mənası vardır bunun? Uğur bəy, hansı arzuların var? Ən böyük arzun nədir? Amal bala, ən çox nə arzulayırsan? Çinarə qızım, Etibar bəyin yazdığındandır. İmam Cəfər Sadiqdən gətirilən iqtibasdır ki, deyir, təmizlik imanın nişanəsidir. Bunu necə başa düşək? Bu barədə fikir bildir, xahiş edirəm. Alim bala, Heyra xanımın sualıdır, ünvanlayıram sizə. Yoxsul və kasıb insan arasındakı fərq həm maddi, həm də mənəvi cəhətdən nədir, deyə bilərsinizmi? Həm mənəvi, həm maddi baxımdan yoxsul ilə kasıb arasındakı fərqi izahlandır, xahiş edirəm. Teyyub bala, Teyyub bəy, Heyra xanımın sualıdır. Deyilir ki, insanı insan edən nədir? Yəni, insanı dəyərləndirən nədir? Hansı xasiyyətdir, xüsusiyyətdir, əməldir? Nuranə qızım, Heyra xanımın sualıdır. Sizcə həyat kimlərə mənasızdır? Ümid bəy, yenə Heyra xanımın sualıdır, sizə ünvanlayıram. Pulla nəyi almaq olmaz? Sonra Aysu balam, Etibar bəyin ünvanladığıdır, mən də onu ötürürəm sizə. Əttar Nişapur, ondan iqtibasdır. Həqiqətə gedən yol könüldən keçir. Bunu izahlandır, xahiş edirəm. Arifə qızım, Etibar bəyin yazdığındandır. Yunus Əmrə. Deyir, dünya bir pəncərədir, hər gələn baxar gedər. Bunu mahnıda da oxuyurlar. Çox, yəni ki, səhv etmirəmsə. Svetlana xanım, Etibar bəyin ünvanladığıdır. Yunus Əmrədən gətirdiyimiz iqtibasdır ki, deyilir. Eşq imiş hər nə var aləmdə. Elm bir qeyluqal kimi, elm bir qeyluqal imiş ancaq. Qeyluqal, mən belə başa düşürəm ki, qarma-qarışıqlıqdır və yaxud da ki, lüğətdə yoxdur. Bilmirəm niyə. Amma eşitdiyimdən qeyluqalda olmaq elə bir ki, çarpışmadadır, insanlar bir-biri ilə belə rəqabətdədir, mübarizədədir. Bir də oxuyuram, deyir, eşq imiş hər nə var aləmdə. Elm bir qeyluqal imiş ancaq. Hörmətli Etibar bəy, bunu da, bu sualı da sizə ünvanlayıram. Xahiş edirəm, izah edəsiniz də, gənclərimiz öyrənsin. İnsan kamilliyi səssizlikdə və mərhəmətdə tapır. Hansı ki, Yunus Əmrə deyib bunu. İnsan kamilliyi səssizlikdə və mərhəmətdə tapır. Bu barədə xahiş edirəm, fikir bildirin. Və nəhayət sözləri deyim, qeyd eləyin. Demək, birinci, yapıncı nədir? Yapıncı, yəsfar. Yapmaq, təzə yapmaq, çörək yapmaq təndirə, bu mənada. Yap, yəni iki adır, da-as. Yaradan, varikəs. Yaramaz, ciddoy. Yararlı, tevkü. Yarasa, oyviç, cıdaxırı, oyviç. Yaraşıq, ağci, ağci. Yarğan, əğatəy,
yardım, iqvi, yarımada, küivə, yarınma, məks, məks, yarıtma, cizun, daxırı, cizun, c iləndir, cizun, kabus, öykəbir, karat, brilyantın karatla ölçüsü vardır. Karat, M-Y-R 4 hərfi, miyar. Kaş belə olaydı da, belə. Kaş. Beyə, kafir, xoyd 4 hərfdir, X-O-Y-D, xoyd. Kvadrat, pikot, kvartal, zükav, v daxırı, zükav, key adam, çəkir, 2 k-dır, çəkir, keyf çəkmək deyilir. Engü, keyfiyyət, qürəxt, x-dan sonra t-dır, i yoxdur, qürəxt, kepka, papaqda, əbbad, d daxırı, 2 b-dır, əbbad, kefli, ədiyə, keçə, rəmqu, qı-u, rəmqu, keşiş, fuhər, keşniş, kisso, 2 s-dır, kisso, kəbə, eyvabə, kəbin, vəsvaf, f daxırı, vəsvaf, knopka, kvittu, 2 t-dır, kvittu, kobud, vəbbur, r daxırı, vəbbur, kol, ətey, köpük, eftə, t-dır, eftə, göp eləmək, göp, hrey, h-r-e-y, hrey, güya, fəma, laxla, laxlamaq sözü, laxla, k-v-ə-n, kvən, n daxırı, laxta, fəram, lovğa, təkbəş, k-dır, təkbəş, lobya, qimaş, q ilə, lığ, ircəs, loru dildə danışmaq, loru, eldi. Bununla da söhbətimiz sona yetdi. Məni dinləyən, şərh yazan, yazmayan hər bir kəsə təşəkkür edirəm. Var olasınız. Allah hər birinizdən razı olsun. Sizinlə bağlı, sizinlə bahəm görünməz ilahi varlıqlara hörmət və ehtiramla təşəkkürümü ishar edirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm. Bilirsiniz ki, ana yurdumuza hörmətli, məhəbbətliyəm. Şükr edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədi olaraq hər bir əziyyətinə görə, lütfüne görə, ülviyyətinə görə. Minnətdarlığım əbədidir və əbədiyən də o uca varlığın, o ülviyyətin sevə-sevə səcdəsində və xidmətindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə dək.